Digər bir məsələ, Ərəstin müəllim çox sağ olsun qeyd etdilərdi, digər qurumlardan Müdafiə Nazirliyinə təyinatlar. Biz Zakir Həsənovla bərabər Müdafiə Nazirinə çox sayda yaramazın gəlib orada alt-üst etməsinin şahidi olmuşuq. Mən çox sayda adlar çəkə bilərəm. Tibb Baş İdarəsində rəis müavini Elxan İbrahimov, deməli digər Ağayev, Zakir Ağayev, inspeksiyanın rəisi, yenə tibb idarəsinə bir xanım qadın polkovnik adını çəkməyim və bir mayor digər bir şəxs adını çəkməyim, qurumlara digər kiçik rütbəli şəxslər, yaramaz lazımaz adamlar, Tamara dediyimiz o Hilal Zakir Həsənovun gənclik dostu hələ də vəzifədədirlər. Bunlar hamısı daxili qoşunlardan Müdafiə Nazirliyinə yerləşdirilmiş, hələ də əziyyətini çəkdiyimiz adamlardır. İndi biz prosesi Dövlət Səhiyyə Xidmətindən başlamaq istəyirik. Xeyr, yenə həmin şeylər baş verəcək. Müdafiə Nazirliyinin heç bir inkişaf olmayacaq. Ona görə də Müdafiə Nazirliyində kifayət qədər savadlı heyətlər var. Xidmət, idarə, baş idarə, birlik, birləşmə komandirləri vəzifələrinə nadir az şəxslər təyin olunub. Onlar peşəkardırlar və adları efirlərdə səslənmir, işlərlə məşğullar. Belə şəxslər Müdafiə Nazirliyində vəzifələr tutmalıdırlar. Bu ikinci məsələ. Digər bir məsələ, mən bayaq yarımçıq qaldı. Xanlar Vəliyev Müdafiə Nazirliyindəki bu dinləmə özbaşına fəaliyyətlər. Mən yenə məsələyə qayıdıram ki, həqiqətən də Xanlar Vəliyevin villalarının birində müvafiq işlər aparılıb Nəcməddin Sadıqovun göstərişi ilə. Hilal Nəcəfov orada çəkişlər eləyib içinin çölünü və bunlar hamısı Nəcməddin Sadıqova verilib və burada da Xanlar Vəliyevi nəzarətdə saxlamaq, onu şantaj etmək məqsəd daşınıb. Digər bir vacib şəxs isə yenə onu qeyd etmək lazımdır. Biz əgər Nizat Qarayevin və digərlərin adını çəkiriksə Müdafiə Nazirliyində məqsəd yönlü şəkildə Nəcməddin Sadıqovdan tərəfindən yerləşdirilib və məqsəd məlumatlara nəzarəti, bacısı oğlu Ramin Əsgərovun qorunmasını həyata keçirmək idisə, bu işdə digər vəzifədə oturan şəxs isə Hüquq İdarəsinin rəisi Elçin Əliyev çox təhlükəli kadrlardan biridir. Elçin Əliyev yeganə adamdır ki, Azərbaycan ordusunda polkovniki həbs etdirdi. Elnur Məmmədovu. Yəni Azərbaycan bütün izləyicilərimiz bunu çox gözəl bilir. Elçin Əliyev yeganə şəxsdir ki, getdi Milli Məclisdə Müdafiə Nazirliyinin əleyhinə, ordunun əleyhinə, öz zabitin, öz əsgərin əleyhinə əlində kağız çıxış elədi deputatların qarşısında ki, hər şey yaxşıdır, hərbi usluların təminatı yüksəkdir, evinə təminatı var, bəli, dəyişikliklər lazımdır, müddət artırılmalıdır, maaş azaldılmalıdır. Bəli, bu şəxs qanunsuz olaraq yaş keçdiyinə görə keçməsinə baxmayaraq general rütbəsi alıb, Müdafiə Nazirliyinin ciddi bir qurumunda oturub və kifayət qədər təhlükəli bir kadrlardan biridir. Və hədəfdə olmalı kadrlardan biridir və Nizat Qarayevlə birlikdə xidmətini davam edib, Tərtər işində təhqiqatın rəisi olub. Bu gün də Elçin Əliyev 2 dənə hüquqşünası, birinci korpusdan Fuad Ağayev, ikinci korpusdan isə İntiqam Məmmədov həbsdədir, hansı ki, hadisələr vaxtı birbaşa Elçin Əliyevlə kontaktda olublar, nəyin baş verdi deyiblər. İntiqam Məmmədovun ifadəsi var da, İntiqam deyir ki, mən təhqiqatçı, mən kiməm ki, mənim rəisimə göstəriş verməsəydim. Yəni, biz yenə qayıdırıq Tərtər işinə, Tərtər işindəki şəxslərin vəzifəyə təyinatlarına və biz növbəti proqramların birində, Qurban bəy, biz bir daha əgər Xanlar Vəliyev gedirsə, biz Tərtər işində rol almış, vəzifə sahibi olmuş şəxslər bir daha şəkillərlə, görüntülərlə kim hansı funksiyonu yetirib, yeni şəkildə ictimailəşdirərək dövlət orqanlarının diqqətini çatdıraraq. O ki, qaldı mənə, Qurban bəy, Ərəstin mənim çox gözəl bir fikir söylədi burada. Siz də, biz də həmişə bu fikirdə olmuşuq. Bizim marağımız dövlətçilik marağıdır. Mən 2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşam. Həmin vaxtı mərhum prezident Heydər Əliyev dəfələrlə Naxçıvanski adına hərbi lisey, bilirsiniz, onun yaradılması şəxsən onun adına bağlıdır. Gəlib orada bizi ziyarət edib, yeməkxanada bizlə görüşüb, sıra meydanında önündən keçmişik. Biz dəfələrlə məlum hadisə vaxtı Sevski sarayında, o yıxılan vaxtı mən də orada olmuşam. Yəni, mən dövlətin çörəyi yemişəm, dövlətin suyunu içmişəm və mən görürəm ki, işlər düz getmir. Mən görürəm ki, yaramazlar, yerini bilməyənlər, pul qarşılığında iş görənlər Müdafiə Nazirliyinə vəzifələrdədirlər. Və biz sistem olaraq İlham Əliyevə dəfələrlə ciddi məlumatlar vermişik. Kifayət qədər Qarabağdakı hadisələrlə bağlı, qonşu dövlətlərlə bağlı. Amma nəticədə olub, bütün heyət xidmətdən uzaqlaşdırılır. Və bugünkü vəziyyət bir daha onu göstərir ki, Müdafiə Nazirliyində islahatlar həyata keçirilməlidir. Struktur dəyişikliklər baş verməlidir və Türkiyənin ordu üzərindəki nəzarəti nə qədər ki, özümüz formalaşdırıb bilməmişik, Türkiyə heyətinin Azərbaycan ordusu üzərində nəzarəti gücləndirilməlidir. Amma görünən odur ki, Türkiyə sıxışdırılır növbət dəfə hamımızın gözü qarşısında.
Təşəkkür edirəm Qurban bəy sizə. Ələsgər müəllimə Çox təşəkkür sağ ol. edirəm. Qotluğu bizə kömək etdi. Çox sağ olun. Var olun, minnətdaram, çox sağ olun. Əslində baxsanız dostlar, şəxsən mənim üçün bir hüquqşünas kimi, elə bir vətəndaş kimi də hansı vəzifədə kimin olmasının önəmi yoxdur. Müdafiə naziri X, Z kimi oyla qoysunlar. Prezident kim olur olsun, prokuror kim olur olsun. Önəmli olan qanun əməl etməkdir. Bu vəzifə qoyulan adam qanuna əməl edir, yoxsa yox. Önəmli olan budur. Adamın şəxsiyyəti önəmli deyil. Hara aldı, kimlərdəndir, kimin qohumudur. Gəlsin bütün tayfasını yıxsın vəzifəyə, amma qanun adam balası kimi işləsin. Qanunu pozmasınlar.